Gördüğünüz kimi bura Abşeron rayonu aşağı Güzdək qəsəbəsidir. Hal-hazırda görürsüz. Bax burada kimsə yəni torpaq alıb ev tikdirir. Bu gördüyünüz gərginliyi baxın. Sonra deyirlər yəqin xanım yalan danışır. Aydan yuxarıdır. 2 aydan yuxarıdır. Bir ay yox, 2 aydan yuxarıdır. Xəbərdarlıq vermişik. Bax gördüyünüz kimi bu stolka gərginlikdir. Ən yüksək gərginlikdir. Qəsəbəyə gələn işıqdır. Bunu da Azər İşığın işçiləri gördüyünüz kimi görürsünüz. Bizim deyəndən sonra bunu qazıblar. Bax bu 3 dənə ən xətalı yəni ki gərginliklərdir. Bunların heç birisini düzəltməyiblər. İndi bizim qəsəbənin işıqçısından soruşuram. Deyir düzəldiblər. Heç nə də düzəltməyiblər. Yəni yalan danışmağa dəyməz. Ona görə də mən xahiş edirəm ki, bu işi təcili surətdə gördüyünüz kimi bunu yəni bərpa eləsinlər. Burada kiminsə uşağına, kiməsə xətər toxunar. Sonrası yəqin ki yaxşı olmayacaq. Bax gördüyünüz kimi. Mən Məmmədova heyran. Baxın buranın vətəndaşıyam. Burada yaşayıram. Gördüyünüz kimi də bax yerini qazıblar. Ya burada balıq saxlayacaqlar ola bilər. Ya da dovşan. Bax. Gördüyünüz kimi bax ən xətalı gərginlik stolpası budur. Biri odur, bir də odur. Xahiş edirik bu haqda tədbir görülsün. Azər İşıq bilmirəm başın hara soxub. Hələ ki bir xəbər yoxdur. Ona görə də bir başın çıxarsın qırağa, bir yaxşı-yaxşı bu milləti fikirləşsin.